Artan erməni təxribatlarından sonra ordumuzun həyata keçirdiyi qisas əməliyyatı ilə Azərbaycan nəinki separatçılıqla və terrorçuluqla barışmaz mövqedə olduğunu göstərdi, eyni zamanda havadar arxasında gizlənməyə vərdiş eləyən Ermənistana da bir dərs keçdi. Baş verənlər onu deməyə əsas verir ki, dəmir yumruq hələ uzun müddət xain qonşularımızın başı üzərindən əski olmayacaq. Bütün revanşist hisslərlə yaşayanlara Ermənistanda müraciət edirəm. Ağlınızı yığın başınıza. Buradadır bu. Heç yerə getməyin. Yerindədir. Və bizi əsəbləşdirməyin. Və özünüzü yaxşı aparın. Yaxşı aparsanız, onda rahat yaşaya bilərsiniz. Yox, əgər bir daha bizə qarşı hər hansı bir təhribat, bəyanat, hərəkət olarsa, başınızı əzəcək. Heç kimə baxmadan, heç kim də sizi müdafiə edə bilməz. 2020-ci ilin 10 noyabr bəyanatından sonra razılaşmanın əsas maddələrdən biri də erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması idi. Təəssüf ki, Ermənistan müharibədən xeyli müddət keçməsinə baxmayaraq bəyanatın bu bəndinin icrasından yayınır. Azərbaycan ərazilərində qanunsuz erməni silahlı birləşmələri olmamalıdır ki, bunu da 2020-ci il 10 noyabr tarixində imzalanmış birgə bəyanatın 4-cü maddəsi tələb edirdi. Ötən gün Rusiya sülh məramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində həyata keçirilən qisas əməliyyatından sonra qarşı tərəf də çaşqınlıq içində idi. Hər zaman hansısa dövlətin kölgəsinə sığınaraq hay-küy salan, Rus sülh məramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ ərazisində yenidən qanunsuz silahlı qruplaşmalar formalaşdırmağa çalışan ermənilər üçün Azərbaycanın belə bir addımı şok effekti yaratdı. Azərbaycanın istədiyi bir an əvvəl sülhün təmin olunması, nəqliyyat xəttlərinin açılması və imkanların yaradılmasıdır. Lakin bu Paşinyan və Ermənistan tərəfi Azərbaycana məcbur edir ki, bu addımları atsın. Rus sülh məramlıları Azərbaycanın Qarabağ bölgəsinə erməniləri himayə etmək və separatçı terrorçuların yenidən baş qaldırmasına şərait yaratmaq üçün yerləşdirilməyib. Azərbaycan ordusunun terrorçu yuvalarını məhv etməyə yönələn qisas əməliyyatı bir daha nümayiş etdirdi ki, imzalanan bəyanatlara əməl etməmək ağır nəticələr doğura bilər. Dünən Azərbaycan ordusunun əskərinin şəhid olmağından sonra Qarabağın bəzi bölgələrində müvəqqəti olaraq yerləşmiş Rus sülh məramlılarının komandanlığından Ermənistana hansısa bir formada ictimai və açıq təzyiqlərin şahidi olmadı. Məhv edilən erməni silahlı birləşmələrinin qurduğu infrastrukturdan da aydın göründü ki, separatçıların əlində hələ də kifayət qədər döyüş maşını, haubitsa, tank topu var. Həyata keçirilən son əməliyyat Azərbaycanın Qarabağın hər nöqtəsinə kimi nəzarət etdiyini, orada qurulan hər hansı bir terrorçu qruplaşmanı istənilən vaxt bir zərbə ilə məhv etməyə qadir olduğunu göstərdi. Paralel olaraq Azərbaycan çox önəmli yüksəklikləri nəzarət altına götürdü ki, bu prosesi tamamilə nəzarətdə saxlamaq üçün, ərazini tamamilə nəzarətdə saxlamaq üçün, həmçinin çox asanlıqla terror qruplarını hədəfə almaq üçün yetərlidir. Azərbaycanın qisası həm də onu göstərdi ki, imzalanan üç tərəfli bəyanatların icrası, xüsusilə kommunikasiyaların açılması kontekstində Zəngəzur dəhlizi və Laçın şəhərindən yan keçən yol ölkəmiz üçün prioritetdir. Bu məsələdə Ermənistanın manipulyasiyaları dövlətimiz üçün qəbul edilməzdir. Ermənistanın rəhbərinin bugünkü açıqlamaları göstərir ki, Azərbaycanın hərbi iradəsi düzgün, doğru yoldadır. Cəzalandırma aksiyası adlandıraq dünənki prosesi, Ermənistan isə bundan sonraki addımlarını və bugün verdiyi bəyanatlar bir daha və daha ağır şəkildə onların məğlubiyyətə uğradılması üçün bir əsas yaradır. Bu, əlbəttə ki, Ermənistan cəmiyyəti üçün gözlənilməz olur və daha çox Qarabağdakı separatçı qalıqları üçün daha da gözlənilməz olur. Çünki onlar düşünürlər ki, Ermənistandan tamamilə güclü bir dəstək ala biləcəklər. Ordumuzun qisası dərs olmaqla yanaşı, həm də yeni xəbərdarlıq hesab oluna bilər. Təxribatların artması Ermənistanın özü üçün böyük təhlükədir. Hər belə hadisə regionda yeni münaqişənin yaranma səbəbi ola bilər və Ermənistan da bunu çox gözəl anlamalıdır. Göründüyü kimi Azərbaycan bütün əməliyyat şəraitinə nəzarət edir. Azərbaycan silahlı qüvvələri zərurət yaranacağı təqdirdə anti-terror əməliyyatlarını davam etdirəcəkdir. Azərbaycanın öz qanuni ərazilərində həyata keçirdiyi hərbi əməliyyatlara görə narahat olan xarici dairələr eskalasiyanın qarşısını almaq üçün Ermənistana öz imzasına hörmət qoyması üçün təzyiq etməlidirlər. Əks halda Qərbin ərköyün övladı rolunu oynayan Ermənistana qulaq burmanı da elə yenə Azərbaycan özü verəcək. Rüstəm Mikayılzadə, Rövşən İlyasov, İsmail Quliyev, Kazım Quliyev, ASTV Xəbər.